Bugünkü reeldə məşhur Friends serialından bir səhnənin izahını verəcəm. Hazırsınızsa gəlin başlayaq. I feel like being alone tonight. Joey and Chandler are coming over to help me put together my new furniture. Yes, and we're very excited about it. Well, actually, thanks, but I think I'm just gonna hang out here tonight. It's been a long day. Oh, sure, okay, sure. Hey, Phoebe, you want to help? Oh, I wish I could, but I don't want to. Geçək bu hissədəki sözlərin izahına. Anyway, nəysə, hər halda. Feel like being alone. Ümumiyyətlə, feel like bir şeyi istəməkdir. Feel like being alone, tək qalmaq istəmək. Ross'un dediyi, if you don't feel like being alone, yəni əgər tək qalmaq istəmirsənsə. Növbəti ifadəmiz isə coming over. Come over, qonaq gəlmək. Bunu come roundla da ifadə edə bilərik. Put together furniture, mebel yığmaq. Daha bir maraqlı ifadəmiz, kind of long day. Kind of kind of sözünün qısaldılmış formasıdır. Bir növ, biraz kimi mənaları ifadə edir. Və Phoebe'nin istifadə etdiyi məşhur ifadə I wish I could, but I don't want to or wanna. Yəni ki, kaş edə bilərdim, amma istəmirəm. Belə videoların davamı üçün səhifəni izləyib bəyənməyi unutmayın.